Binədir. Bakının 32 kəndindən biri olan Binə. Adından da bəlli olduğu kimi binə yurt salmaq deməkdir. Bir yerdə kök salmaq, binələmək, orada böyüyüb qol budaq atmaq. Bütün bu sadalananlar binə sözünün mənasını ifadə edir. Xəzər rayonu inzibati bölgüsünə daxil olan Binə kəndinin yaranma tarixçəsi də şahsevərlər tayfasının adı ilə bağlıdır. Rəvayətə görə bu tayfadan olan Mahmud və Əhməd adlı iki qardaş bu yeri öz qoyun sürüləri üçün qışlaq seçib və burada binə salıblar. Köçəri həyat tərzi sürən insanlar sonralar buranı oturaq yaşayış məskəninə çeviriblər. Binə yaşayış məskəni, yaşayış yeri məna kəsb eləyir. İlk bura köçənlər, burada məskən salanlar 19-cu əsrin lap əvvəllərində nardaranlar olub. Nardaranlar bura gəliblər, əkin-tökünlə məşğul olublar, bostancılıq eləyiblər. Hətta bugünkü Binə qəsəbəsinin biraz kənarında Hacı Mövlan deyilən bir yer var. O nardaranda olub, Hacı Mövlan o yerləri alıb, sonra da orada böyük əkin yerləri olub. Təxminən 18-ci əsrin ortalarında Kür çayının qırağından bəzi kəndlərdən az sayda bir insanlar köç ediblər bura. Ona görə də kənd iki hissəyə bölünüb. Nardaranlar məhəlləsi, Kürkətlilər, onlara başqa müxtəlif kəndlərdən gəlmələrinə baxmayaraq, Nardaran cəmaatı onlara Kürkətli deyib. Hal-hazırda da, məsələn, elə Kürkətli məhəlləsi də ayrıcadır. Bugün Binənin köklü sakinləri təxminən bir 6000-dən çox Nardaranlı burada yaşayır. Qalan da Kürkətlilərdir. Binə Abşeron kəndləri içərisində ərazisinə görə Maşdağadan sonra ikinci ən böyük qəsəbədir. Quraq və isti iqlim şəraiti qışın mülayim keçməsini təmin edir. Yarım səhra, quru çöl iqlimi hakim olan bu yerdə insanlar məskunlaşdıqca suvarılan boz çöllər cana gəlib, yaşıl və məhsuldar bir zolaq yaranıb. Əsas məşğuliyyəti kənd cəmaatının əkinçilik olub. Sonradan Binə yolun kənarında yerləşdiyinə görə, məsələn, Mərdəkan, Şüvəlan, Qala kəndlərinə gedən yollar Binənin yanından keçdiyinə görə bu da kəndin inkişafına öz təsirini göstərib. 1930-cu illərdə Binədə, Binənin kənarında hava limanı inşa edilib. Bu hava limanı kəndin inkişafında böyük rol oynayıb. Kənd cəmaatının bir çoxu hava limanında işə düzəlib. Sonradan da bu hava limanında inkişaf edib, cəmaatın sayı da artıb. Bəlkə də bugün Abşeronda ən böyük qəsəbə Binə qəsəbəsidir. Deyilənə görə 250 min, 300 minə yaxın insan yaşayır. Dəqiq sayı bəlli deyil. Abşeron kəndlərinin bəziləri digər kəndlərin qışlaq yeri olub. Elə Binənin də taleyi fərqli deyil. Binə elə Binədən nardaranlıların təsərrüfat, əkin, biçin və maldarlıq yeri olub. Elə bu səbəbdən də kəndin ən qədim sakinləri nardaranlılar sayılır. Qeyd edildiyim kimi 1930-cu ildə burada hava limanı, Binə qəsəbəsinin kənarında hava limanı inşa edildi. Bu kəndin inkişafına güclü təkan verdi. Təxminən 50-ci illərdə Azərbaycanın cənub bölgəsindən, Lənkərandan, Astaradan, Lerikdən insanlar bura köç etməyə başladı. Sonra beləliklə kənd o zaman təxminən bir 3 hissəyə bölündü. Nardaranlar məhəlləsi, Kürkətlilər məhəlləsi, bir də Talışlar məhəlləsi. Sonradan da SSR dağılandan sonra Azərbaycanın müxtəlif bölgələrindən insanlar bura köç etdi və əhalinin sayı da artdı. Ona görə bugün dəqiq bilinmir. Bəlkə də Abşeronda ən böyük qəsəbə bugün Binə qəsəbəsi sayılır. Kəndimizdə çoxlu ziyalılar olub.
Onlardan biri məsələn uzun illər Neftçilər Xəstəxanasının baş həkimi Həsən Ağa Doktorqulu, xalq artisti Tarizən Ağa Səlim Abdullayev, sonra Fətəliyevlər ailəsi olub, Azərbaycan SSR Ali Sovet Riyasət Heyətinin katibi Naib Fətəliyev, onun doğma qardaşı Nizami Rayon Komünist Partiyasının birinci katibi Rüstəm Müəllimov Fətəliyev və s. Yəni tanınmış adamları çox olub kəndimizin. Binə yaşına görə Bakı kəndlərinin ən cavanı sayılır. Buna görə də burada yerli əhəmiyyətli memarlıq abidələri azdır. Binədə 2 el hamamı olub. Onlardan biri 1814-15, digəri 1878-79-cu illərdə inşa edilib. Binə kəndində 2 dənə hamam inşa edilib. Birinci hamam Kərbəlayi Mehdi adına hamamdır. 1817-ci ildə inşa edilib. İkinci hamam da 1877-ci ildə inşa edilib. Yəni bilirsiniz, o vaxtlar məsələn evlərdə hamam olmazdı, ümumi hamamlar olur. Bu hamam tikilib 1870-in axırlarında Hacı Mehdi hamam sayılır. Həm Kərbəlayıdır, həm Hacı Mehdi hamamıdır. 1870-in axırlarında tikilib bu hamam. Hal-hazırda vəziyyəti bu üstüdür. Təmirə ehtiyacı var. Hardasa bu məscidlə bu hamamın arasında bir 15 il, 20 il fərq var. Bu məsciddən 15-20 il yaşla böyüdür. Bizim hal-hazırdakı Səlim məscidindən 15-20 il yaşda böyüdür. Hamam işləyib necə? Bir gün qadınlar üçün, bir gün kişilər üçün. Hamamın 2 günbəzi var. İçəridə isə hardasa 2 yekə böyük zalı var. Soyuq su üçün basenyası olub, bu yanda da isti su üçün basenyası olub. Kənarda isə onun kotelnisi olub. Bu kotelnisi mənim yadıma gəlir, köhnə hal-hazırda yeri batmış olub ona. Mazotla qızılıb bu. Mazotun da ambarı hamamın qabağındadır, yerin altında. Ona kimi deyirəm ki, yerin altında hal-hazırda onun ambarı qalıb torpağın altındadır. Mazot daşının mazotla qızılıb. Sonra içəridə ondan başqa təmizlik işləri üçündə otaqlar var. Hər bir şəraiti içəridəkilər hal-hazırda salamat vəziyyətdədirlər onlar içəridəkilər. Bu hamamın quyusu da olub. O vaxt qarğara çaxlarına quyudan su çəkilmişlər, hamamı oyla istifadə edilmişlər. Bu da quyu dedim, yola ki, quyu da yoxdur, batmış vəziyyətdədir. Mövsüm Səlim məscidi 1916-cı ildə tikilib. Bu məscid əvvəllər kəndin mərkəzində olub. Əhalinin sayı artdıqca kənd genişlənib və ikinci bir məscidin də tikilməsinə ehtiyac yaranıb. Binə kəndində ümumi 3 dənə məscid inşa olunub. İlk məsciddən təəssüflər olsun ki, bir şey qalmayıb. Təxminən bir 65 il bundan əvvələ kimi o məscidin söküntüləri qalmış idi. Amma sonradan sonra onlar da yığışdırıldı. Ondan sonra ikinci məscid Məşəd Kazım adınadır. Onun da tarixi Hicri qəməri ilə 1260-cı il, miladi tarixdə çevirəndə təxminən gəlir çıxır 1845-ci ildə inşa olunub. Hal-hazırda o məscidin gördüyümüz kimi çox kiçik olub. Sonradan əhali tərəfindən o biraz böyüdülüb, onun inşası Məsmə xanım adlı bir xanımın pulu ilə inşa olunub. O Məşəd Kazımın həyat yoldaşı olub. Amma daha o vaxtlar qadının adı ilə məscid adlandırılmırdı. Ona görə onun yoldaşı Məşəd Kazımın adı ilə adlandırılıb. Təxminən bir 3 il bundan əvvəl o məscidi xeyrsevər insanlarımız köklü şəkildə təmir ediblər. Ondan sonra sadəcə 3-cü məscidimiz Məhsün Səlim məscidi adlanır. Səlim adlı bir imkanlı şəxs olub. Birinci Məşəd Kazım məscidində bir axundumuz olub. Şeyx Bağır adında bir axundumuz olub. Onlar münasibətləri yaxşı olub. Bir gün ben bunu danışmada məqsədim var. Çünki bəzi mənbələrdə bu yanlış informasiya verilir. Bu
Səlim müraciət edib Şıxbağır ağaya ki, mən orada bir binədə başqa bir məscid inşa eləsəm, sən gəlib orada imamcıməlik eləyə bilərsən, o da deyib eləyərəm. Təxminən 3 ilə yaxın o burada, bax bu Məhsün Səlim məscidində imamcıməlik eləyib. Bu məscid, Məhsün Səlim məscidi təxminən bir 80 il civarında araları var. Ondan sonra inşa olunub. Dediyim kimi bu imkanlı şəxs inşa elətdirib və imamcıməliyini təxminən bir 3 il ərzində Şıxbağır ağa burada cəmaat namazı qıldırıb. Axırıncı təmir bu məsciddə Heydər Əliyev Fondu tərəfindən təmir olunub, şəxsən Mehriban xanımın rəhbərliyi ilə. Bugün də cəmaatın, möminlərin istifadəsindədir. İnsanlar gəlib sərbəst şəkildə namazlarını qılırlar, ibadətini edirlər. Eyni şəkildə cəmaat arasında adlanan kiçik məscid, o Məşəd Kazım məscidi də bu şəkildə öz fəaliyyətini davam etdirir. Məscidin inşası həm 19-cu, həm də 20-ci əsri əhatə edən iki tarixlə bağlıdır. Kitabələrdən birində Hicri qəməri təqvimi ilə 1299-cu il, o birində isə 1333-cü il göstərilir. Bu tarixi dini abidə neft milyonçusu Möhsün Səlimovun vəsaiti ilə tikilib. Bu binə özü iki yerə bölünür, Nərdəran hissəsi bir şeydə. O Məşəd Kazım məscidi Nərdəranların məscididir. Bu Səlim məscidi, Möhsün Səlimov tikdirib bunu. Bu Binə kəndi üçün, Binə kəndinin tarixi də 1813-cü il bu sənəd naloq kitabından götürülür. Bu sənəd bu kəndin tarixini göstərir. 38-ci kənd olub. İndi 38-ci kənd bu ya torpaqların Yəsünün 38-ci kəndidir, ya Bakının 38-ci kəndidir. Bunu indi burada yazılı Vladimiris Sultan Bey. Sultan Bey torpaqlarında tikilib bu kənd salınıb. O da Kürkənd kəndi olub. Sonradan Sovet hökumətinin vaxtında kəndləri o yanı Binə ilə, orada Binə ilə Ağbinə kəndi olub. Burada Binə birləşdirilib Binə kəndi olub. Burada köçən əhalinin vergilər siyasi bu tarixlə var. Binə kəndinin də əvvəlində gəlib, indi yəqindir ki, nə qədər olandan sonra burada da hər halda ibadət yeri zad olub ki, gəlib. Bizim əlimizdə olan sənəd iki məscidin kitabəsidir. Bir məscidin kitabəsi yazılıb, orada daşda qoyulub, bu məscidi o söküləndə aparılıb, orada divarda hörülüb. Təzə məscidin kitabəsi də məscidin qapısının üstündə yazılıb. Özünə məxsus memarlıq üslubunda tikilən məscidin günbəzi divarlar üzərində dayanıb. Yəni, divarlar bir növ sütun əhəmiyyətini daşıyır. Günbəzdən 16 dairəvi pəncərə, aşağıda isə 8 tağ şəkilli pəncərə ibadət zalını işıqlandırır. Bismillahirrahmanirrahim. Bu Binə kəndi Bakının ən qədim kəndlərindən biridir və bu kənddə 5 böyük məscid var. Ən qədim məscid 2 dənə. Biri bu Möhsün Səlim məscididir, biri Məşədi Kazım məscididir. Möhsün Səlim məscidinin yerində birinci, daha ən qədim bir məscid olub. Onun tarixi barədə bir lövhə ilə indiki məscidin qarşısında qurulubdur. Tarix belə bir rəqəm yazılıb ki, 1269-cu il Hicri qəməri ilə, bəli. 1908-ci ildən başlanıb tikilməyə, 1915-ci ildə, 16-cı ildə bu məscid istifadəyə verilib. O vaxtdan burada bir neçə axundlar olub, Hacı Şıxbağır ağa, Hacı Əhməd ağa, Hacı Əzim ağa, burada keçmiş bizim axundlarımız olub. Sonrası da bu məscid Sovet hökumətinin vaxtında əvvəl kolxoz idarəsinə verilib, sonradan muzey neçə illər
Tarix Diyarşünaslıq Muzeyi olub. Tarix Diyarşünaslıq Muzeyinin 1889-cu ildə açılanda bu məscid kimi istifadəyə verilib. 7 pilləli minbər daşdan düzəldilib. Minbərin üzərində Hicri qəməri tarixi ilə 1330-cu il qeyd edilib. Usta Sadiqin əlindən çıxan bu abidənin mihrabı yonulmuş sal daşlardan işlənib. Dünya tarixində məzarlıqlar, kurqanlardan və ailə qəbirlərindən iri nekropollara cəsədləri təcrid etmək üçün utilitar ehtiyacdan cəmiyyətin mədəni, dini və sosial ənənələrini əks etdirən xatirə parklarına qədər inkişaf edib. Qəbristanlıqlar təkcə dəfn yeri kimi deyil, həm də tarixi mədəniyyət abidəsi kimi bizə əcdadlarımızın həyatını öyrənməyə imkan verir. Gördüğümüz bu arazi bizim Binə kəndinin köhnə qəbristanlığının yeridir. Köhnə qəbristanlığımız 1930-cu ilə qədər bu sahələrdə olubdu. 1930-cu ildən sonra bizim bu qəbristanlıq köçürülüb indi olan hal-hazırda qəbristanlığa. Əvvəlki Binə kəndinin yolu da bu istiqamətdən gedib birləşirmiş ora. Bu yol 50-ci illərdə salınıbdı. 30-cu illərin köhnə qəbirləri içəridə də olanlar var. İndi çox təəssüf ki, içəri həyətlərə daxil ola bilmirik. Amma köhnə qəbristanlığın əsas məkanı buradır. Otuzuncu ildə köhnə qəbristanlığından köçən qəbirləri burada sonra dəfn ediblər. Həmin o qəbirlərin çoxu itibdir, müəyyən qalıbdır. Sardabalar qalıbdır, köhnə qəbirlər qalıbdır. Ümumiyyətlə Binə kəndinin 2 qəbristanlığı olubdur. Biri bayaq göstərdiyim 30-cu ilə qədər olan qəbirlərdir. Sonra oradan yol düşdüyünə görə həmin o yolla əlaqədar qəbirlər bu qəbristanlığa köçürülüb. Bu qəbristanlıq yeni qəbristanlıq sayılır da 30-cu ildən bu yana olan qəbristanlıqdır. Yeni 30-cu ildən bu yana olanda 100 il yaşı olan bir qəbristanlıqdır. Köhnə sərdabələr, köhnə qəbirlər, köhnə ziyarətgahlar var burada. Qarabağ müharibəsində demək olar ki, vətənimizin hər bir güşəsində müqəddəs şəhidlər xiyabanları yarandı. Hər kənddə, hər qəsəbədə ilk yad olunan ziyarət məkanı şəhidlərimizin uyuduğu bu xiyabanlardır. Bura Binə kəndinin şəhidlər xiyabanıdır. Burada Binənin 1-ci və 2-ci Qarabağ müharibəsində vuruşan qəhrəman oğulları əbədiyyətə qovuşub. Bu da bizim Binə kəndinin şəhidlər xiyabanı, şəhidlərimizdir. Bu şəhidlərimiz canlarını torpaqlarımızın azadlığı uğrunda, istiqlaliyyətimiz uğrunda fəda verdilər. 18-ci ildə Binə kəndinin şəhidlərinin əkdiyi toxumları bunlar 2020-ci ildə düzəltdilər. 18-ci ilin şəhidlərindən Binədə Aslan Qədiroğlu, Əlyoldaş Heybətəli oğlu, Ağamurad Qədirzadə kimi bir vətənpərvər igidlər olmuşlar, şəhid olmuşlar. Ondan sonra 41-45 müharibələrində Binə sakinləri rəşadət göstərib şəhid olublar. Onlardan biri də mənim əmim olubdur. İsazadə Əli, Süvari ordusunun komandiri olubdur, kapitan, qırmızı bayraq orderi. Sonra 90-cı ilin şəhidlərimiz olubdur ki, 90-cı ilin şəhidlərindən də Rəhman Əşrəfov, Sabir Rızaquliyev, Mirzəyev Vaqif və qeyriləri şəhid olublar. 90-cı ildən bu yana olan şəhidlərimiz, bu şəhidlərin timsalında bir çox şəhidlərimiz var. Allah hamısını rəhmət eləsin. Amma 90-cı ildən bu yana olan şəhidlərimizdən mənim qardaşım Əli İsazadə də şəhid olubdur. 1993-cü ildə ermənilərlə döyüşdə qəhrəmancasına həlak olubdur. Dövlətimiz tərəfindən ona adı əbədləşdiribdir. Adına 7 kilometr uzunluğunda mərkəzdə Əli İsazadə küçəsi onun adına verilibdir. Sonra 92-ci il, 93-cü il şəhidlərindən sonra gəldilər bu şəhidlərimiz, 2020-2023 şəhidlərimiz. Allah bunları da rəhmət eləsin, bunlar da canlarını bizim azadlığımız uğrunda qoydular.
Yaz ayları əkin-biçin üçün ən gözəl vaxtdır. İndi təsərrüfat adamları istixanalarda becərdikləri şitlərin əkininə başlayır. Torpağa qayğı göstərirlər. Çünki torpağın qızıl qaydası onu bəsləməkdir. Məhsuldarlığı az olan torpağa qulluq isə daha çox lazımdır. Biz Binə kəndinin sakinləri əvvəldən əkinçiliklə, maldarlıqla məşğul olmuşuq. İndi burada ərazi örş olmadığına görə biraz maldarlıq azalıb. Keçmişik əkinçiliyə, əkinçiliyin də göyərti növləridir bunlar hamısı. Cürbəcür göyərti ekib dolanırıq. 88-ci ildən bəri mən bu işlə məşğulam. Əvvəl pomidor, xiyar, biber əkərdik, sonra biraz xərclərin artdığına görə indi keçmişik göyərtiyə. Bu da əvvəl qoyun çox olub saxlayıblar, 5.000, 10.000. Sonra bu örüşün azalması ilə əlaqədar qəsəbə statusunu alandan sonra biraz azaldı olar. İndi demək olar tam azalıb, amma əkinçiliklə məşğul oluruq da indi azdan çoxdan budur. Binələrimiz qayım-qədim, torpağımız sulu, bərəkətli olsun. Zəhmət çəkən insanların əməyi hədər getməsin. Bu düşüncələrlə Binədən ayrılırıq. 32-dən biri Abşeron kəndlərini gəzməyə davam edir.